Hər peşənin bir öyrətdiyi, qazandırdığı və bir də aldıqları var. Tibb, həkimlik peşəsi sizdən nələri aldı, sizə nələri bəxş elədi? Peşəm məni daha çox, bəli, çox şeylər verir. Mən peşəmə məmnun etdim. Bugünkü həyatım üçün peşəmə minnətdaram. Hər bir, bütün mənada. Amma peşəm məni çox şeylər, bəli, bəzi şeylərdən məhrum edib. Məsələn, mən bir dəfə, bir neçə il bundan qabaq Türkiyədə istirahətdə idim. Bir nəfər Trumpla gəldi. Bura ağır vəziyyətdə, həyatı oradan mübarizə. O adamlar mənə oradan məcbur oldu ki, bilet aldılar, mən qayıtdım, gəldim, ailəm qaldı, mən məzuniyyəti kəsdim, gəldim, o xəstənin həyatı oradan mübarizə apardım. Yuxusuz gecələr sonra istənilən yerə biz istənilən kimi gedə bilmirik. Məsələn, toydur, xeyir işdir, ad günüdür, bu və digər tədbirdir. Hətta Allah uzaq eləsin, yas məclisidir. Getmək istəyirsən, bu vaxt sən gəlir ki, klinikadan xəstəndə qanaxma var. Və ya başqa bir problem var. Onu atıb kiminsə üstünə getmək olmaz. Bizdə bilirsiniz necədir, biraz həkimlər, biraz belə bir mühit yaranıb. Hər kəs düşünür ki, xəstənin taleyini onu əməliyyat edən xəstə cavabdır, həkim cavabdehdir. Dünyada belə deyil. Həkim əməliyyat etdi, getdi, sonraki onun iş vaxtı qutardı, ondan sonra xəstənin taleyinə növbəyə gələn həkimlər cavabdırlar. Amma bizdə isə hər kəs o əməliyyat etdiyi həkimi, yəni buna deyirik müalicə həkimi. İnsanlar bütün xəstələrini həkimə etibar edəndə, məsələn, gətirdi Profesör Kərimova, mən verdim xəstəmi. Kimsə verdi, X bir adam. O həkimin xəstənin müalicə prosesində hər hansı bir anesteziyoloji, reanimasyon, başqa nə bilim, diabetik, endokrinoloji və s. çox sayılı problemlər çıxa bilər. Və buna görə bəzən bundan da o qədər ciddi problemlər olur ki, ancaq uzaq olsun, xəstə ölə bilər. Burada kimi günahlandırırlar? Ancaq bir adam, müalicə həkimi. Dünyada belə bir şey yoxdur. Qanunda da belə bir şey yoxdur. Hər bir ölüm halının qanunda müzakirəsində konkret olaraq müstəntiq onu müəyyən eləyir ki, bu xəstənin ölümündə günahkar hansı həkimdir və onun da təbii ki, məsuliyyətə cəlb olunur. Ona görə də bu fikirlər müəyyən qədər nisbidir və buna diqqət, hörmətlə yanaşmaq lazım.